Hər kəs salam. Bugün dövlətin ərazi quruluş formaları haqqında məlumat verəcəm. Adından da məlum olduğu kimi, dövlətin ərazi quruluş formaları bir neçə cür olur. Bunlar hansılardır? Unitar, federativ və konfederativ. Bu videoda ərazi quruluş formaları haqqında ətraflı məlumat verəcəm. Unitar dövlət. Unitar latınca vahid və tək deməkdir. Sadə quruluş formasıdır. Quruluş formaları iki cür olur. Sadə, yəni unitar və mürəkkəb, konfederativ və federativ. Xüsusiyyətləri nələrdir? Xüsusiyyətlərinə daxildir. Adından da məlum olduğu kimi vahidliyi burada özünü biruzə verir. Vahid dövlət hakimiyyəti olur. Vahid vətəndaşlıq, vahid maliyyə kredit sistemi, vahid konstitusiya və qanunvericilik, vahid hüquq sistemi, vahid vergi sistemi, vahid ordu. Eyni zamanda yerli özünü idarə etmə orqanı sayılan bələdiyyə orqanlarının da ümumi dövlət hakimiyyəti orqanlarına tabe edilməsini biz görə bilərik. İnzibati ərazi vahidlərinə bölünür. Mahallara, rayonlara, departamentlərə, vilayətlərə və s. Unitar dövlətin tipləri hansılardır? İki tipi var. Mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş. Mərkəzləşdirilmiş tipdə mərkəz tərəfindən təyin olunan şəxslərin vasitəsilə regional orqanların tabeçiliyi həyata keçirilir. Bir növ mərkəzə tabe olurlar. Bura Niderlandı, Qazaxıstanı, Özbəkistanı misal çəkə bilərik ki, bunlar mərkəzləşdirilmiş unitar dövlətlərdir. Mərkəzləşdirilməmiş unitar dövlətlərin xüsusiyyəti nədir? Regional orqanlar mərkəzi orqanlardan asılı olmayaraq formalaşır və onlar arasındakı hüquqi münasibətlər mərkəzləşdirilməmiş qaydada qurulur. Bunlara Böyük Britaniyanı, Yeni Zelandiyanı, Yaponiyanı, İspaniyanı, İtaliyanı misal çəkə bilərik. Bəs vahid olmayan nə ola bilər? Vahid olmayan yerli idarə etmə, regional muxtariyyətlər fərqli ola bilər. Mədəni və dil fərqlilikləri ola bilər. Ola bilər ki, misal üçün rəsmi olaraq bir dil qəbul olunsun, amma mədəni və dil fərqlilikləri baxımından həmin bölgələrdə fərqli bir dildə danışılsın və muxtariyyətlərin əsas yaranma səbəbləri də budur. Bunu da növbəti slaydda izah eləyəcəm. İnzibati və yerli qaydalar fərqli ola bilər. Vergilərdən misal üçün güzəştlər, əmlak vergisinin alınması ərazi baxımından dəyişə bilər. Muxtariyyət və unitarlığın əlaqəsi haqqında məlumat verəcəm. Muxtariyyət həm unitar dövlətlərdə verilən bir anlayışdır, yəni verilən bir statusdur. Eyni zamanda federativ dövlətlərdə də verilən bir statusdur. Unitar dövlətlərdə muxtariyyət mərkəzi hakimiyyət tərəfindən verilir və mərkəzi hakimiyyətin üstünlüyü burada saxlanılır. Güc və müstəqillik cəhətdən muxtariyyət statusu daşıyan ərazi mərkəzi hakimiyyətdən asılı olur. Əsas məqsəd regional idarə etməni qorumaq olur. Unitar dövlətlərdə verilən muxtariyyət statusu mərkəzi hakimiyyət tərəfindən istənilən vaxt ləğv oluna bilər. Bu baxımdan daha çox müvəqqəti xarakter daşıyır. Amma federativ dövlətlərdə verilən muxtariyyət statusu daha çox daimi xarakter daşıyır. Yəni federasiya dağılanda muxtariyyət ləğv olunur. Mərkəzi dövlətin konstitusiyası çərçivəsində konstitusiyalar mövcud ola bilər. Bir də ki, muxtariyyət statusu daşıyan ərazi beynəlxalq aktor kimi çıxış edə bilmir. Yəni hər hansısa bir beynəlxalq iştirakçı qismində müstəqil fəaliyyət göstərə bilməz. Federativ dövlətlər haqqında məlumat verəcəm. Federativ latınca birlik və ittifaq deməkdir. Əsasən iki cür təsvirləndirilir. Bəzi mənbələrdə üç cür, amma ən çox yayılmış iki cür. Ərazi və milli əlamətlərinə görə. Tərkib hissələri nisbətən müstəqil olur. İnzibati ərazi bölgələrində özlərinin xüsusi hakimiyyət orqanları fəaliyyət göstərə bilər. Yəni inzibati ərazi baxımından müstəqil fəaliyyət göstərən xüsusi hakimiyyət orqanları mövcud ola bilər. Əsas xüsusiyyətləri hansılardır? Əsas xüsusiyyətlərinə misal çəkə bilərik: müstəqil qanunvericiliyi, federal konstitusiyanı, vətəndaşlıq. Eyni zamanda burada vətəndaşlıq subyektlərin öz vətəndaşlığı da ola bilər. Vahid ordu, vergi sistemi qarışıq ola bilər. Çünki burada bir neçə dövlətin birləşməsi nəticəsində formalaşır. Ona görə də dövlət dəyişdiyinə görə, yəni fərqli dövlətə görə fərqli vergi sistemi tətbiq oluna bilər. Mərkəz, yəni mərkəzi hakimiyyət nisbətən orta güclü olur. Eyni zamanda bayaq dediyim kimi mürəkkəb quruluş formalarından da biridir. Federativ dövlətlərə hardasa təxminən 25-27 dövləti misal çəkə bilərik. Bunlara Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Malaziya, Hindistan Respublikası, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları kimi dövlətlər daxildir. Hal-hazırda ümumi baxımdan götürsək, dövlətlər unitar və federativ dövlətlərə bölünür daha çox. Konfederativ dövlət demək olar yoxdur. Bir neçə dövlətin adında, misal üçün İsveçrə Konfederasiyası adlansa da, İsveçrənin özü federativ xarakterli bir dövlətdir. Konfederativ dövlət quruluşu haqqında məlumat verəcəm.
Konfederasiya ittifaqın bir növüdür. Lakin vahid ərazi yoxdur. Ayrı-ayrı dövlətləri özündə birləşdirir. Xüsusiyyətlərinə nələr daxildir? Burada vahid vətəndaşlıq yoxdur. Çünki dediyimiz kimi ayrı-ayrı müstəqil və suveren dövlətlərin ittifaqı birləşməsidir. Vahid ərazi yoxdur. Yalnız müəyyən olunmuş məsələ və məqsəd ətrafında birləşirlər. Yəni qeyri-müəyyən bir məqsəd üçün birləşilmir. Tam suveren və müstəqil dövlətlər arasında olan birlikdir. Mərkəzi orqanlar burada zəif olur. Yəni konfederasiyanın özündə. Mərkəzi hakimiyyət də zəif olur. Üzv dövlətlər istədiyi vaxt konfederasiyadan çıxa bilərlər. Vahid vergi sistemi olmur, vahid ordu olmur, vahid dövlət büdcəsi olmur. Birgə maliyyə sistemi və ordu çox vaxt olmur və yaxud da ki, olsa da məhdud şəkildə özünü biruzə verir. Konfederasiyalar niyə tarixə qovuşub? Mərkəzi hakimiyyət çünki konfederasiyalarda zəif olur. Yəni əsasən qurulandan bir müddət sonra dağılır. Konfederativ quruluşa malik olan ittifaq olsa da buna Avropa İttifaqını misal çəkə bilərik. Amma bir dövlət kimi konfederativ quruluşa malik dövlət yoxdur. Dövlətlər buradan istədiyi vaxt ayrıla bilir. Birgə siyasət aparmaq burada çətin olur. Əsasən müasir dövrdə dövlətlər federal və ya unitar modeldə sabitlik olduğuna görə bu modeldə qurulurlar. Federativ dövlətlərə əsasən misal çəkmişəm bundan əvvəlki videoda. Konfederativ dövlətlərə dediyim kimi hal-hazırda İsveçrə konfederasiya adlansa da federativ xüsusiyyətlərə malikdir, yəni federasiya sayılır. Amma tarix boyu konfederativ dövlət quruluşuna malik dövlətlər olub. Buna Amerikanı misal çəkə bilərik, İsveçrənin özünü misal çəkə bilərik. Eyni zamanda 1982-ci ildə konfederativ ittifaqda birləşdirilən Qambiya və Seneqal dövlətləridir ki, Seneqambiya adlanan konfederasiya qurulur, amma bir neçə ildən sonra süqut eləyir. Diqqətinizə görə təşəkkürlər. Növbəti videolarda daha maraqlı mövzular haqqında məlumat verəcəm. Görüşənədək sağ olun.